Əla, indi gəl baxaq. Ən gizli niyyətli və ağlını pisliyə işlədən bürclər hansılardır? Bu bürclər səssiz görünür, amma hər şeyi hesablayır. Onların beyni çox işləyir. Xüsusilə də kiminsə oyun oynadığını hiss edəndə. Əqrəb, əqrəbin beyni strategiya ilə doludur. Heç vaxt ani hərəkət etmir, hər addımı əvvəlcədən planlayır. Əgər biri ona zərbə vurarsa, onu bağışlayıb içində saxlayır, sonra ən uyğun anda cavab verir. Gizli niyyəti səni dərindən tanımaq və zəif nöqtəni tapmaq. Məsləhət, gücünü qorunmaq üçün yox, yüksəlmək üçün istifadə et. Oğlaq üçün məqsəd hər şeydən önəmlidir. İstədiyinə çatmaq üçün səssiz, amma sərt addımlar ata bilər. Onun pis niyyəti bəzən soyuq planlı ağıldan gəlir. Gizli niyyəti nəzarəti ələ almaq və heç kimə möhtac olmamaq. Məsləhət, hər şeyi idarə etməyə çalışma. Bəzən axınla getmək daha çox uğur gətirir. Dolça. Dolça insan beyninin sosial mühəndisi kimidir. İnsan davranışlarını analiz edir, istəsə, hər kəsi istədiyi kimi yönləndirə bilər. Pis niyyəti ağlındadır, hisslərini gizləyib səssizcə manipulyasiya edə bilər. Gizli niyyəti, oyun meydanını tam başa düşüb oyunun qaydasını dəyişmək. Məsləhət, zəkanı insanlara kömək üçün istifadə et, idarə üçün yox. Əkizlər, onların silahı sözləridir. Əkizlər ikiyüzlü deyil, sadəcə çox yönlüdür. Amma istəsə, elə danışar ki, insan özü özündən şübhələnər. Gizli niyyəti, ətrafını sınaqdan keçirmək və kimə nə demək lazım olduğunu bilmək. Məsləhət, sözlərinin gücünü pozmaq üçün yox, ilham vermək üçün istifadə et. Qız bürcə ağlı ilə oyun oynayır. Hər kəsi analiz edir, hər şeyi görür. Bəzən isə başqalarının səhvini elə bir anda xatırladır ki, qarşısındakı sarsılır. Gizli niyyəti, tam mükəmməlliyə çatmaq, hər kəsin maskasını çıxarmaq. Məsləhət, bəzən mükəmməllik yox, sadəcə sükunət daha dəyərlidir.